Quraqlığa son qoyaq. Məhsuldarlığı artıraq. Mən Bakı Dövlət Universitetinin əslində Gənc İstedadlar Liseyinin 10-cu sinif şagirdi Abbasova Ayan. Bugün sizlərə Smart Hydrobot layihəmizi təqdim edəcəyik. Layihəmiz qlobal iqlim dəyişikliyi və enerji böhranı problemlərinin həllində yeni bir innovativ yanaşmadır. Biz bərpa olunan enerji mənbələrindən istifadə etməklə, o cümlədən turboelektrik nanogenerator sensorlarından istifadə etməklə enerjini generasiya edir və bu enerjini elektrolit prosesinə sərf edərək yaşıl hidrogen əldə edirik. Layihəmiz o cümlədən bir il ərzində $400.000 gəlir gətirir və bu layihəmizin əsas məqsədi də milli texnologiyamızı daha yüksək bir səviyyəyə daşımaqdır. Mənim adım Amil Zeynaldır. Sumqayıt şəhər 24 saylı tam orta məktəbdən gəlmişəm. Layihəm Skynaut su və hava kəşfiyyatçısıdır. Layihənin əsas məqsədi meşə yanğınlarının qarşısını almaqdır. Layihə bunu necə edir? O, üzərində yerləşdirilmiş termal kameralar vasitəsilə və OpenCV kitabxanasından istifadə edərək meşə yanğınlarını görür, müəyyən edir və onu sistemə ötürür. Sistem isə birbaşa olaraq GPS vasitəsilə koordinatlarını Fövqəladə Hallar Nazirinə bildirir və nəticədə həm pilotsuz uçuş aparatı meşə yanğını söndürər, eyni zamanda Fövqəladə Hallar Nazirinə sistemin məlumat göstərə bilir. Salam, mən Toğrul Abbas. Səfərbazarda adına Xarici İllər Təmayüllü Gimnaziyanın 11 sinif şagirdiyəm. Bu gördüyünüz layihə bizim sualtı layihəmizdir. Özəlləri odur ki, içərisində su intellekt var. Su intellekt sayəsində görüntüləri anlaya bilir, analiz edə bilir. Həmçinin güllatma sistemi var ki, dənizin altında özünü müdafiə edə bilir. Bunun Xəzər dənizində neft qurğularının araşdırılması, sınıfların araşdırılması, flora və faunanın aşkara çıxarılması və müxtəlif kəşfiyyat xarakterli tədbirlər üçün düzəltmişik. Biz həmçinin 2024-də keçirilən Teknofestival yarışında insansız sualtı sistemi temel kateqorisindən birinci yer tutmuşduq. 6 ildən sonra ilk dəfə iştirak edib, ilk elə birinci yerdə tutub gəlmişdi bu gəmi sayəsində. Mən Miftaliyev Murad, Texniki və Terimlər Liseyinin şagirdiyəm, 10 sinif şagirdiyəm. İnnosafe metan qapalı məkanlarda və meşələrdə baş verən yanğınların söndürülməsinin ən innovativ həllini tövsiyə edirik. Belə ki, bizim layihəmiz qapalı məkanlarda baş verən yanğınları ən tez, ən sürətli və ən innovativ şəkildə söndürür və insan təsərrüfatı və insan tələfatı olmadan yanğınların ən innovativ həllinə yönəlir. Gənc İstedadlar Liseyi Bakı Dövlət Universitetinin nəzdində adım Cəfərli Samirə 9-cu sinif şagirdiyəm. Bizim layihəmizin adı yol təhlükəsi üçün innovativ elastik baryerlər. Avtomobil qəzaları hal-hazırda ən aktual problemlərdən biridir. Hadisələri analiz edərək mövcud konstruksiyaları innovativ elastik fırlanan baryerlərlə əvəz etməyə ideyasına gəldik. Bizim baryerlər emal olunan təkərlərdən hazırlanır. Bu bizim layihəmizi iqtisadi tərəfdən çox sərfəli eləyir. Çünki yolların modernizasiyasına, təmirinə və bu baryerlərin istehsalına çox vəsait tələb olunmur. Fiziki cəhətdən çox effektivdir. Çünki birinci növbədə impulsun saxlama qanunu əsasendir və digər. Mən Seyid Həsənov Yusif, Zaqataladan Humanitar Fənlər Gimnaziyasından qatılmışıq yarışa. Bizim layihəmiz ağıllı tasmadır. Tasma iki versiyası var, sadə tasma və premium tasma. Tasmaların əsas özəlliyi heyvanların təhlükəsizliyini təmin etməkdir. Üzərində olan səs rekorderi ilə heyvana hansısa bir vəhşi heyvan hücum etdikdə onun səsini oxuyur və qovucu ultrasəs dalğaları göndərir. Digər özəlliyi isə üzərində olunan sensorlar sayəsində heyvanın günlük və həftəlik sağlamlıq monitorinqi aparılır. Premium tasmanın isə əsas özəlliyi düzəltdiyimiz veb-sayt üzərindən işləməsidir. Veb-sayt üzərindən heyvanı giriş etdikdən sonra heyvanın GPS üzərindən harda olduğunu və günlük həftəlik olaraq heyvanın sağlamlıq analizini aparmaq olur. Yaşıl dünya, sağlam dünya, təhlükəsiz dünya.